Avstraliyalı alimlər düşüncəni algılayaraq mətnə çevirən qeylə bilən başlıqla bağlı süni intellekt modeli hazırlayıblar. ABC.un xəbərinə görə Sidney Universitetinin tədqiqatçıları dərin öyrənmə metodlarından istifadə edərək beyindəki elektriksi hərəkətləri ölçən elektroensefalografiya (EEG) cihazı üzərində işləyiblər. Bu cihaz qeylə bilən başlıq formasındadır. Alimlər modelin daha asan işləməsi üçün onu məhdud sayda sözlərlə öyrətdiklərini bildiriblər. Onlar süni intellekt vasitəsilə qeyd olunan beyin siqnallarını əvvəlcə sözlərə, daha sonra isə mənalı cümlələrə çeviriblər. Modelin düşüncələri mətnə çevirməsi hazırda təxminən 75% dəqiqliklə baş verir. Lakin bu göstəricinin 90%-ə çatdırılması hədəflənir. Tədqiqatın tibbdə çığır açacağı qeyd olunur və süni intellekt modeli bilişsel qabiliyyətləri zəifləmiş xəstələrə yardımcı ola bilər. Bundan əlavə, insanların kompüterlərlə qurduğu əlaqəyə də yeni bir baxış gətirə bilər.